Bir daha sabahınız xeyir olsun. Artıq ikinci saatımıza keçid almışıq və az öncə də qeyd etdiyimiz kimi studiyada qonağımız var. Qonağımızı isə bizim gözəl aparıcımız Nərmin təqdim edəcək. Təşəkkür edirəm Zəhra, çox sağ ol. Həmişəki kimi sən yenə də xoş iltifatlar edirsən. Qonağımız Şəki Bələdiyyəsi qəzetinin baş redaktoru Murad Nəbibəyovdur. Xoş gəlmişsiniz Murad müəllim, sabahınız xeyir olsun. Çox sağ olun, minnətlər. Gəlişinizin səbəbini tamaşaçılarımıza söyləyək. Qəzetinizin 10 ili bitib, 10 yaşı tamam olub. Məhz bu münasibətlə biz istədik ki, sizi dəvət edək və ətraflı şəkildə bu qəzetin fəaliyyətindən danışaq. Təbrik edirik, uğurlar olsun. Onun 20, 30, 40 və s. davamlı olmasını diləyirik. Çox sağ olun, minnətlər. Və eyni zamanda Qızıl Qələm mükafatı almışsınız. Bəli, bu məsələni də unutmayaq. Bu unutmayaq. münasibətlə də sizi təbrik edirik. Çox sağ olun. Bütün təbriklərinize görə minnətdaram. Ürəkdən təşəkkür edirəm. Və demək istəyirəm ki, bu ilə bizim üçün əsl elə jurnalist həmrəyliyi oldu ki, siz yadınıza salırsınız, belə şeyləri işıqlandırırsınız televiziyada. Bütün kollektivoza minnətdaram. Və əvvəla mən ondan başlamaq istəyirəm ki, bu il bizim üçün çox əlamətdar il oldu, böyük il oldu. Həm bizim milli mətbuatımızın 140 ili tamam oldu. Həm mən qəzetimizin Şəki Bələdiyyəsinin 10 ili tamam oldu. Həm özümün 60 yaşım tamam oldu. Onu da əlavə eləyim sizə. Oxşamıram, hə, sizi. Həm də ki, bir il həm Mətbuat Şurasından bir diplom mənə göndərdilər. Aflatun Amaşov yarımqları çox sağ olsun. Həm də bu Qızıl Qələm mükafatı, yəni bu sonuncu mükafatdan heç özümün xəbəri olmadı. Bu bizim Ədilxan romanının povestinin müəllifi Akif Salamoğlu Bakıdan mənə bir gün zəng vurdu, bir ay bundan qabaq. O da Qızıl Qələmə təqdim olunmuşdu. Mən onu elə təbrik eləməyə hazırlaşırdım. O telefonla mənə təbrik elədi ki, Murad müəllim, sizə də bəs Qızıl Qələm verilib burada. Ki, çox sağ olsunlar ki, mətbuat sayırlar, jurnalistlərə yəni qiymət verirlər. Təbii ki, bu belə deyim ki, təbii ki, təsadüfi deyil. Çünki siz tək başınıza, belə deyim ki, artıq 100-ə yaxın sayılı buraxmışsınız qəzetin. Təbii ki, bu çox böyük uğurdur. Tək başına bu qədər vəzifənin öhdəsindən gəlmək. Çətin olmurmu ümumiyyətlə? Və niyə tək başına? 10 ildir bu qəzet çıxır. 100-cü nömrəsi bunun çıxmışdı hardasa bir il bundan əvvəl. İndi artıq 131-ci ya 132-ci nömrəni biz hazırlayıq buraxmağa. Birincisi, çətinlik deyəndə ki, çətinlik yoxdur. İnsan öz istədiyi işi görəndə, məsələn, həm zövq alır, həm vaxt yaxşı keçir, maraqlı keçir. Həm də ki, əgər gördüyün bir işə qiymət verən varsa, əgər ona bir heç olmasa bir quruca sağ ol deyən varsa, o insan üçün ləzzət həyatda ondan yaxşı bir şey yox. Əvvəl bu qəzet 8 səhifə ilə səhv eləmirəmsə başlayıb, hə? Sonra 16, 24, Qəzetin birinci sayı 8 səhifə çıxıb, ondan sonra 16, 24, 32, yəni sonuncu nömrəmiz 32 səhifədir. O bilirsiniz nədən asıldı? O fiziki imkanlardan, həm də vaxtdan. Mən həm tək qəzet böyüm, mən də həm də bələdiyyədə şöbə müdiriyəm. Başqa vəzifələrim də var. Bu qəzet üçün siz belə fikirləşin ki, bu asudə vaxtımı, boş vaxtımı, yəni istirahət günlərimi mən qəzetə sərf eləyirəm. Amma hər halda ayda bir nüsxəsi çıxır. Ayda bir nüsxə çıxır, bəli. Və bunu çatdırmaq olur. Bir nəfər ayda bir nüsxəni çıxarda bilir. Çalışanda hər şey eləmək olur. Amma burada fotolar hamısı sizə aiddir. Belə başa düşək, yoxsa burada bu qəzetin bütün işi yalnız sizin Bu qəzetin bütün işi dizaynına qədər, yəni tam hazır vəziyyətdə qəzeti mən burada Bakıya mətbəəyə göndərirəm PDF formatında. Elə orada çap eləyib qəzeti göndərirlər, Zaman qəzeti mətbəəsinə. Məncə bunu dünya mətbuatına çıxarmaq lazımdır bu başlığı ki, tək başına qəzet çıxaran bir insan. Məncə maraqlıdır. Lazımdır. Amma Türk mətbuatına səhv eləmirəmsə yer alır. Bəli, Anadolu Ajans qəzeti, Anadolu Ajans İnformasiya Agentliyindən, oradan Ruslan Rəhimov o müsahibə götürmüşdü və orada benim Türkiyə mətbuatında getmişdi. Və satışı necə sizi qane edir? Deyim ki, satışımız heç yoxdur, abunəmiz də heç yoxdur. Yəni biz bələdiyyənin daxili imkanları hesabına bu qəzetin çap xərcini ödeyirik. Çox sağ olsunlar bələdiyyə rəhbərliyi. 10 ildir ki, onlar məni dəstəkləyirlər və onlar bu qəzetin çap xərcini, ancaq çap xərcini biz ödeyirik mətbəəyə. Qalan işlər cəmaatımıza, bizim istəyənlərə, oxuyanlara bu qəzetləri bizim işimiz paylamaq. Bu yaralı yerdir də, qəzet oxuyanlar yoxdur. Çox təəssüflər olsun. Çox yaralı yerdir. Mən onu deyim ki, qəzet oxuyanlar var. Qəzetlər üçün elə də gəlib, yəni bələdiyyədə məndən qəzet istəyənlər də var. Hətta görürsən, zəng eləyib telefonla. Pul vermək istəyənlər yoxdur. Xəstə insanlar var, mən çatdırıram onlara. Amma nəsə abunə məsələsində problemlər var. Pul vermək istəyənlər də bilirsiniz nətərdir. Məsələn, bizim yanımızda bir kiosk var, orada bir 10 dənə mən hər ay bir qəzet verirəm. Bir dənə, 2 dənə qəzet, məsələn, qəzetin biri 60 qəpikdir, 24 səhifə, 32 səhifəsindən asılı olmayaraq.
Amma da özü 10 dənə qəzet ayda 6 manat, onu heç oradan götürmək də adam edir. Murad müəllim, bəlkə crossword ad qoyasınız, kimsə alsın. Çünki əsasən alınan qəzetlər elə crossword. Bilirsiniz, əslində fikrim var crossword qoymağa qəzetdə, amma o satışı üçün yox, cəmaatın maraqlanmağı üçün də. İndi hər halda kimsə bir crossword pərəstişkarı bu qəzeti alıb oxuyursa əgər, çox yaxşı olar. Hər halda crossword eşqinə də olsa alıb bəlkə Qəzetdə oxuyub bilirsiniz, qəzetdə mənim əsas ən böyük məqsədim qəzetdə, məsələn, şəkilin təbliğidir, şəkidə olan baş verən, bu əvvəlki səhifələrdə özünüz görürsünüz ki, şəkidə baş verən işlər, məsələn, onların çoxsunu mən götürürəm İcra Hakimiyyətinin, Azərbaycan Kanal S-in saytından, qəzetin sonunda da qeyd edirəm ki, materiallar hardan, hansı material hardan götürülür. Və öz qəzetinizdə bizim üçün də yer ayırmışsınız. Çox təşəkkür edirəm. Zəhmət olmasa operatorlarımızdan xahiş edirəm. Bəli, sizin o kanaldan götürdüm o yazını. O yazının sərlövhəsi mənim çox xoşuma gəldi. O damğa vurmaq məsələsi. Ona görə mən onu çap elədim. Çox sağ olun. Təşəkkür edirik. Təbii ki, mətbuatın bütün belə deyim ki, formaları biz televiziya olaraq sizi istəyirik ki, daim bu sahədə olan problemlərdən, eləcə də uğurlardan danışaq, eləcə də siz bizə diqqət göstərirsiniz. Təşəkkür edirik. Çox sağ olun. Və sizə bol oxucu arzulayırıq. Çox sağ olun. Bu qəzet, Şəki Bələdiyyəsi qəzeti bələdiyyələrin fəaliyyətində ilk qəzetdir, səhv etməmsə, yoxsa necə? Azərbaycanda biz bunu buraxanda ümumiyyətlə yox idi bələdiyyələrin fəaliyyətinə. Ancaq bir bələdiyyə həyatı qəzeti var, Azərbaycanda buraxılır. Ondan başqa digər bələdiyyələrin, hardasa bu gün deyəsən bələdiyyələrin sayı biraz azaldı da 40%-ə qədər, 2000-dən çox bəzər bələdiyyə var Azərbaycanda. 3-4 bələdiyyədə, böyük şəhərlərdə onlar bülletin kimi aylıq 1-2 səhifəlik belə A4 formatda bülletin buraxırlar. Amma qəzet, belə bir qəzet Azərbaycanda yox. Yəni mən bilən bu gün də yox. Bəli, bu bizim təşəbbüs olub və bələdiyyədə çox sağ olsunlar. Mən bilirsiniz, ad çəkmək biraz şey, amma mən ad çəkməliyəm. 2005-ci ildə mən Şəkiyə gəldim. Mən Şəkidə yaşamırdım. Həm də özüm də mən o jurnalistlərin gözündə qeyri-peşəkar jurnalist kimi. Mənim ixtisasım mühəndisdir. Amma 2005-ci ildə mən gəldim Şəkidə ailə vəziyyətindən, anamın yəni tək qalmaq ilə bağlı. Mən Şəki Bələdiyyəsində getdim, təşəbbüs göstərdim, məsləhət gördüm. Gülnaz xanım Salımova Şəki Bələdiyyəsinin sədri idi və o dəstəklədi. Və Azərbaycanda bələdiyyələrdə ictimaiyyətlə əlaqələr şöbəsi də yoxdur heç bir bələdiyyədə. Həmin şöbəni mənim təşəbbüsümlə, mənim təklifimlə yaratdılar o şöbəni. Sonra da yəni boş vaxtlarımda həmin qəzeti də mən artıq da bu biraz öyrənmişdim deyə bu qəzeti. Mən Aqil Abbas kimi, Hidayət Elvsal kimi, Şahmər Əhbəzadə kimi jurnalistlərlə yanında onlarla olub. Yəni yoldaşlıq eləyib, dostluq eləyib, onlardan mətbuat öyrənmişdim, jurnalistlik öyrənmişdim. Və bu qəzeti başladıq buraxmağa, sağ olsunlar, onlar dəstəklədilər bizi. Burada deməli siz Şəkidə baş verən əsas hadisələri ilkin səhifələrdə qeyd edirsiniz, yazırsınız, yer alır. Amma yəqin ki, Şəki Bələdiyyəsinin fəaliyyətinə də əsaslı şəkildə toxunursunuz qəzetinizin həsabında. Şəki Bələdiyyəsinin hesabatları, Şəki Bələdiyyəsinin illik büdcəsi, dükkan gəlirləri, xərcləri, Şəki Bələdiyyəsinin gördüyü işlər bizim qəzetdə mütləq tapmalıdır. Yəni ki, bu bələdiyənin qəzeti bunu göstərməlidir. Və qəzetimizin digər səhifələri də bizim qəzetin, məsələn, belə deyirsiniz də tək buraxıram, amma bu əslində mənim tək işim yox. Burada böyük bir biz baxsaq, kollektiv görmək olar. Məsələn, bizim professorumuz Zəkəriyyə Əlizadədən tutmuş, elmi mərkəzin rəhbəri bu gün Yusif Şükürlünün, digər Vaqif Aslan kimi bizim tanınmış şairlərimizin, Akif Salamoğlu kimi yazıçılarımızın, Şahid Məmməd Kərimov kimi şairimizin və bir çox digər tanınmış insanların hamısının yazıları bizim qəzetdə dərc olunur. Onlar hamısı da, onlar özləri də maraqlıdırlar, gətirirlər. Məsələn, onların özlərinin təşəbbüsü ilə bizim qəzetdə onlar yazılar gedir. Hətta Bakıdan Ədliyyə Nazirliyinin Akademiyanın prorektoru İlham Abbasov yazılar göndərir bizə. Milli Elmlər Akademiyasından bizim akademiklərin yazıları bizdə dərc olunur. Yəni, bu demək deyil ki, mən tək buraxıram bu qəzeti. Burada mənim demək olar ki, əsasən fiziki əməyim rol oynayır, amma qəzetin çıxmağında böyük bir kollektivin rolu var. Əlbəttə, Şəki Bələdiyyəsinin fəaliyyəti ilə bağlı qəzetdə yer alması bu məsələnin üzərində dayanmaq istəyirəm. Çünki adətən insanlar bələdiyyənin fəaliyyətini niyəsə həmişə aşağı qiymətləndirirlər və deyirlər ki, bələdiyyə nə iş görür, fəaliyyəti hardadır, göz önündə görünmür, filan işlər görülmədi və s. Amma hər halda bu işləri görmək üçün, düzdür, müəyyən çalışmazlıqlar var, amma bu işləri görmək üçün də bələdiyyə qəzetini ala bilərsiniz, Şəki Bələdiyyəsi qəzetini, çünki bütün bunlar yer alır. Və burada bir sıra məsələlərə də toxunur Murad müəllim. Elə iş axtaranlar siz də bu qəzetdən özünüz üçün iş yeri tapa bilərsiniz. Burada hətta iş yeri elanları da var. Ümumiyyətlə qəzetdə bildiyim qədərilə bütün sahələrə toxunursunuz, bacardığınız qədərilə. Bələdiyyələrin, bilirsiniz, qayıdım sizin sözünüzün üstündən, bələdiyyələrin fəaliyyətindən insanların narazı olmağı.
Əslində bələdiyyələrin fəaliyyətindən, o bələdiyyələrin işi ilə tanış olmayan insanlar bələdiyyələrdən narazılıq göstərə bilərlər. Bugün bələdiyyələr belədir ki, bələdiyyə yaranan günü olmalı idi ki, bütün işlər bələdiyyələrin səlahiyyətinə verilməli idi. Amma bugün bələdiyyələrin səlahiyyəti çox sıxdır, məhdud. Bugünün özündə də Milli Məclisdə deputatlarımız tərəfindən, hətta prezident tərəfindən də bələdiyyələrin işi üzrə irad bildirildi ki, bələdiyyələrə səlahiyyət verilməlidir və bələdiyyələr öz işini görməlidir. İndi yəqin ki, bələdiyyələr gələcəkdə öz işlərini, cəmaatın tamamilə gördüyü işi məsələn göstərə biləcək ki, nədir? Bugün bələdiyyələrin işi çox belə xırda bir bələdiyyənin maliyyələşmə cəhəti, əhalidən yığılan əmlak torpaq vergisidir, bir də icarəyə verilən torpaqlardandır. Bunlara da siz baxsaz ki, məsələn, bu bələdiyyə büdcəsində çox bir az yer tutur, payı çox azdır, aşağıdır. Digər gəlirlər də bu günlərim əhaliyə və hansısa bir obyektlərə, ticarət obyektlərinə torpaq satışından gəlir, bələdiyyələrin gəliri. Amma torpaq satışında məsələn artırım olmaq olmaz da, bu gün nətər respublikadakı biz bu günlərin rəhbərliyi, respublika prezidenti də hətta deyir ki, bunu qeyri-neft sahəsinə bugün kapital qoymaq lazımdır, neftə artırım olmaq olmaz. Bugün bələdiyyələrin fəaliyyətində də torpaq satışına artırım olmaq olmaz, torpaq bu bezrazmer deyil ki, belə ölçüsüz ki, bir şey olsun ki, həmişə olacaq. Əslində bir sıra problemlərin həllində bələdiyyələr göstərir, amma bələdiyyənin büdcəsi yoxdur. Nə etmək olar ki? Bələdiyyənin büdcəsi mən dediyim o qəpik quruşdan yayılır. Bu da təbii ki, kifayət eləmir. Murad müəllim, mən bir şey soruşmaq istəyirəm. Siz dediniz ki, mühəndisdir sizin ixtisasınız, mühəndislik üzrə təhsil almışsınız, amma bu jurnalistlik isə tamamilə fərqli bir sahədir. Ancaq fərqli sahədə təhsil almağınıza baxmayaraq, bu sahədə öz adınızı həkk edə bildiniz və hətta deyək ki, bir qəzeti artıq 10 ildir ki, siz nəşr edirsiniz, həm də tək başına. Necə oldu bu sahələri, necə uzlaşdıraq? Bilirsiniz, mən deyim ki, mən uzun müddət bir 18-20 ilə yaxın Məişət Kondisionerlər Zavodunun nəzdində, Bakı Elektroştamp Zavodunda sex rəisi işləmişəm, çalışmışam. Və özünüz bilirsiniz də, bizim bu müstəqillikdən sonraki bir azadlıq qazandıq. Bu azadlıq bizə böyük bir, nətər deyim, yaxşılıq şey versə də, amma sonda gəldi, bizim iqtisadiyyatımıza böyük zərbə vurdu. Yəni ki, həcməclik başladı, bu iqtisadiyyatımızda bizdə sənaye əməlli başlı tənəzzülə uğradı və zavodlar tamamilə bizim istehsal elədiyimiz məhsullar demək olar ki, şey olmadı, nədir, tələbat azalmağa başladı. Ümumiyyətlə, zavod tamamilə tənəzzülə uğradı və biz qaldıq bekar demək olar ki. Mən onda nəşriyyatda tanışlarla gəlirdim, gedirdim onların yanına. Bir gün elə-belə oturdum. O vaxt təzə-təzə bu crosswordlar çıxırdı, skanwordlar çıxmağa başlamışdı. Mən bir skanword düzəltdim, tərtib elədim. Kriminal qəzetində həmin skanword getdi. Yəni ki, skanword belə oldu ki, o vaxtı bizim rəhbərlikdə, bizim müxalifətdə olan insanların hamısı, milli liderimiz Heydər Əliyev, məsələn, Əbülfəz Elçi bəy, bütün digər insanların hamısının şəkilləri olan fotokrassword mən düzəltdim bir kriminal qəzetində. Və həmin crosswordu orada çox xoşlarına gəldi, bəyəndilər respublikada. Sonra hətta biz ikinci dəfə çap eləməyə məcbur olduq həmin crosswordu həll eləmək üçün. Yəni o crossword yüksək dairələrə gəlib çıxmışdı. Ondan sonra da, yəni ki, mən işləmirdim heç yerdə, gəlib elə uşaqlarla oturub söhbət edib. Yavaş başladım, yavaş-yavaş. Nə bilim, iqtisadiyyatdan yazmağa, sosial həyatdan yazmağa, problemlərdən yazmağa. Sonra Zaman qəzeti çağırdı, dəvətlədi məni işə. Mən Zaman qəzetində bir 3 il çalışdım, Türkiyənin Zaman qəzetində. Həmin qəzetdə də baxdılar ki, yazıram da, onların xoşuna gəldi. Məsələn, jurnalistikada elə bir şeydir ki, məsələn, mən deyərdim, ora düşən insan dərin bir quyudur, məsələn, çıxmaq mümkün deyil. İstəyirsən ki, həmişə nəsə bir şey eləyəsən də burada. Hətta bataqlığa bənzədirlər ki, istənilən halda insanı çəkəcək özünü. Çıxmaq mümkün deyil, yəni dərin quyu, elə bataqlıq, dərin quyu. Amma yaxşı bataqlıq. Təbii ki, əgər mükafatlar və uğurlar varsa və bu sahədə belə deyim ki, öz sözünü deyə bilən insanlar seçilirsə, bu hər halda yaxşıdır. Və gördüyümüz işdə kimlərinsə problemlərini həll etməyə çalışırıqsa. Bəli. Ən azından işə yarayır. Gələcəklə bağlı nə kimi planlarınız var? Bu qəzetin illərini nə qədər vaxta qədər uzatmaq fikriniz var? Qəzetin illərini nə qədər ki, o kompüterin monitorundakı yazıları gözüm görür, barmaqlarım o klaviaturanı işlədə bilirsə, qəzeti buraxacaq imkan olsa Allah Taala'nın izni ilə. Başqa tutaq ki, nəsə jurnal çıxartmaq, yaxud da nə bilim, kitab yazmaq, yaxud da İnternet mediası deyəndəki qəzetdə bizim saytlarımız var. Mən özüm külli miqdarda saytlar yaratmışdım. Təzə-təzə internet, məsələn, başlayanda internet çıxanda, hətta 97-98-ci illərdən başlamışdım.
Elə birinci yaratdığım sayt mənim o Ukrayna domenində Sheki.io.ua saytı olmuşdu ki, bugün həmin sayt, o pullu saytlar hamısı qalıb qıraqda, yüksək domenlər, yüksək adlı domenlər qalıb qıraqda. Həmin saytı bizim Şəki bilirsiniz də Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür və bu Azərbaycanda yeganə şəhərdir ki, həmin Kyotoda mərkəzi ofisi olan Dünya Tarixi Şəhərlər Liqasının saytında həmin o Sheki.io.ua saytını onlar qəbul edib götürüblər. Orada bizim Şəkini Sheki.io.ua saytı təmsil edir. Digər saytlarda bizim bələdiyyənin saytı var, məsələn, mən özüm yaratdığım saytlar var. Azərbaycan saytı var, Qarabağ mən saytı yaratmışam. Qarabağın bütün o problemlərini məsələn göstərirəm. Boş vaxtlarım demək olar ki, məsələn, o gecələr olur ki, məsələn, Qarabağ haqqında olan yeni məlumatlar zətlər, yəni belə çıxıb götürdüyüm, internetdən tapdığım, o bir əlavə bir mənbə kimi dünyaya çatdırılması üçün rusca, ingiliscə, Azərbaycanca, hətta ermənicə məqalələr axtarıram orada yerləşdirmək üçün ki, sən bunları Azərbaycan həm Şəkinin təbliğatı üçün özünü göstərsin. Bəs bu qəzetin necə fikirləşirsiniz bunun internet variantını hazırlamaq? Qəzetin internet variantı PDF formatda var, İSSU.com saytında. Yəni orada adı var orada. Baxa bilərsiniz, yəqin siz baxmamışsınız qəzetlərə. Yəni tək-tək səhifələnir həmin saytda qəzetin. Və bələdiyyə Şeki.org saytı da var ki, həmin qəzetin yazıları və qəzetdə bəzən elə olur ki, məsələn 32 səhifə biz qəzet buraxmamıza baxmayaraq 4-5 məqalə, neçə məqalələr qalır kənar çap eləmək mümkündür, qəzet getmir, yəni gələn nömrələrə saxlamaq, amma həmin məqalələri həmin saytda yerləşdirilir. Çox sağ olun, ətraflı məlumatınıza görə və artıq bizim vaxtımız məhdudlaşır. Bildirirlər ki, vaxtımız yekunlaşır. Təşəkkür edirik. Bir daha səhər sağ olun.